İndi dəbdədir. İngilis dilli, rus dilli və başqa dilli insanlar. Bəli, biz inkişaf edirik və dillər də həyatımızda böyük rol oynayır. Yaxşı, bu zaman biz nə etməliyik? Dillərə tabe olub öz dilimizi ikinci plana mı atmalıyıq? Yoxsa bu dillerin dəyişdiyi Azərbaycan dilini normal hala mı salmalıyıq? Məsələn, rus dilində təhsil alanların danışığında xüsusi bir aksent olur. Və yaxud ingilis dilində təhsil alanlar. Və onlar həmişə bundan əziyyət çəkirlər. Rönü bir cür deyirlər. Sa, informasiya, telefon bu cür danışırlar. Biz bunu dəyişə bilərikmi? Bəli, ümumiyyətlə, əgər istək varsa, hər şeyi hər cür şəkildə dəyişmək mümkündür. Və biz də həm ingilis dillər, həm rus dillər üçün belə bir təlim təşkil eləmişik. Onların aksentini qısa müddət ərzində aradan qaldırırıq. Əgər könüllüsünüzsə, bu təlimə qoşulmaq istəyirsinizsə, yazılın, görün faydasını. Demək olar ki, əsl Azərbaycanlı kimi danışacaqsınız. Bir də sizə aksentlə danışırsan deyən olmayacaq.